we go. Staring at me, scratching your head with a bewildered. Əziz izləyicilərimiz, bugün sizə Yaponiyanın ən məşhur, ən öndə gedən markalarından biri olan Shiseido markası haqqında söhbət açacağım. Marka bu il düz 140 illiyini qeyd edir. Elə bununla əlaqədar olaraq da onun ilk məhsullarından söhbət açmaq istərdim. Bu brendin ilk məhsulu Eldermin adlı bir məhsul olmuşdur ki, bu məhsul da üz dərisinə təravətlik bəxş edir və onu yumşaldır. Və ilk istehsal olduğu gündən 3 ay ərzində 130 min ədəd satılan bu məhsul bu brendin nə qədər məşhur və nə qədər keyfiyyətli, həmçinin də alıcılar arasında nə qədər sevimli olduğundan söhbət açır. I think you got me all wrong, girl. I think you got me all wrong. Artıq 1953-cü ildə Shiseido'nun Tokyoda Elmi Tədqiqat İnstitutu fəaliyyət göstərməyə başlayır. Onu da qeyd etməliyəm ki, bu brendin yaranmasında qərb texnologiyasından, elmindən və şərqin ənənəsindən, təbabətindən istifadə olunmuşdur. Elə bu yüzdən də bu brendin məhsulları unikal bir məhsullardır və hər cəhətdən bizim üz dərimizə həm gözəllik verir, həm də onun qayğısına qalır. Bu brendin növbəti il irəliləyişi isə 1964-cü ildə yaratdığı Zen ətri olmuşdur. Artıq 2000-ci ildə isə bu ətrin yeni bir variantı yaranmışdır. Gördüyünüz kimi bu ətir çox maraqlı qablaşdırmaya malikdir. Həmçinin bu ətir təravətli və çiçək qoxulu nəfəs deməkdir. Bu ətirdən əldə etmək istəsəniz, o zaman onun yanında həmçinin bədən üçün nəzərdə tutulmuş belə bir kremini də əldə edə bilərsiniz. Həmçə duş üçün nəzərdə tutulmuş geli də var. Bu brendin 2012-ci ildə yaratdığı yeni bir məhsullardan isə bu üz dərisi üçün nəzərdə tutulan belə bir kremdir. Bu krem üzdə olan bütün qırışları aradan götürür. Üz dərisini möhkəmlədir və sallamaların qarşısını alır. Artıq bir həftə istifadədən sonra üz dərisinin gözü çarpan dərəcədə cavanlaşmış olacağını görəcəksiniz. Əgər göz ətrafında dərinizdə problem varsa, o zaman elə bu seriyaya aid olan göz ətrafı üçün nəzərdə tutulan belə bir kremdən istifadə edə bilərsiniz. Əgər siz həmin bu kremin təsir gücünü artırmaq istəyirsinizsə, o zaman həmin bu seriyadan olan belə bir serumdan da istifadə edə bilərsiniz. Yəni, öncə dərinizə bu serumu çəkirsiniz, üzərindən isə həmin bu kremi çəkirsiniz. Yəni, bu zaman bu kremin təsir gücü 2 qat artmış olur. Əgər üz dərinizin gözəlləşməsini və göz ətrafı dərinizin daha da cavanlaşmasını istəyirsinizsə, o zaman bu məhsullardan kompleks şəkildə istifadə etməyiniz məsləhət görülür. Here we go. Staring